Heç fikirləşmisiniz ki, hakerlik əslində necə işləyir? Bu hansısa bir sehr deyil, dəqiq bir strategiyadır, bir növ oyun kitabıdır. Və bugün biz həmin kitabın səhifələrini bir-bir vərəqləyəcəyik. Gəlin bir hakerin beyninə girək və onların strategiyasını addım-addım anlayaq. Onu da deyim ki, bugün danışacağımız hər şey havadan götürülmə deyil, bu məlumatlar birbaşa mənbədən, yəni Türk Hack Team'in hazırladığı bir təlimatdan gəlir. Bu da o deməkdir ki, biz hakerlərin real dünyada istifadə etdiyi taktikaların birbaşa içinə baxırıq. Amma bir şeyi aydınlaşdıraq. Bizim məqsədimiz kiməsə hücum etməyi öyrətmək deyil, əsla. Tam əksinə, bu məşhur sözdə deyildiyi kimi, özümüzü qorumaq üçün əvvəlcə qarşı tərəfin necə düşündüyünü bilməliyik. Yəni, bu, sırf müdafiə məqsədli bir təhlildir. Yaxşı, gəlin əsas suala gələk. Bütün bu proses necə baş verir? Yəni, bir haker minlərlə, bəlkə də milyonlarla saytın içindən məhz o zəif olanı necə seçir? Onlar sadəcə bəxtəbəxt axtarmırlar. Bunun üçün xüsusi bir metod var. Hər şey birinci mərhələdən, yəni kəşfiyyatdan başlayır. Bu, bəlkə də ən vacib addımdır. Yəni, hakerlər kör-körənə atəş açmırlar. Onlar əvvəlcə potensial hədəfləri tapmaq üçün sistematik bir axtarış aparırlar. İndi deyəcəyim şey sizə biraz təəccüblü gələ bilər. Onların ən güclü alətlərindən biri elə hamımızın hər gün istifadə etdiyi bir şeydir. Google. Bəli, adi Google. Sadəcə onlar ondan bizdən fərqli istifadə edirlər. Və bu texnikanın bir adı var. Google Dorking. Baxın, bunlar hakerin dəqiq işləyən alətləridir. Məsələn, inurlogin.php yazmaq nə deməkdir? Bu Google-a deməkdir ki, mənə internetdəki bütün giriş səhifələrini tap. In-text axtarışı ilə isə, məsələn, WordPress-ə xoş gəlmisiniz yazan saytları tapırlar. Bu da çox vaxt təzə qurulmuş, yaddan çıxmış və zəif sayt deməkdir. Sayt operatoru isə axtarışı konkret bir ölkəyə yönəltməyə imkan verir. Amma əsl sehr bu balaca əmrləri birləşdirəndə başlayır. Baxın, inurlog.php id site equal to. Bu nə deməkdir? Çox sadə. Google-a deyirsən ki, get mənə İtaliyadakı elə saytları tap ki, onların linkində php id olsun. Bu kişi ifadə çox vaxt SQL injeksiyası deyilən hücum üçün potensial bir qapının açıq olduğunun ilk siqnalıdır və beləcə bir anda minlərlə hədəf tapılır. Yaxşı, potensial hədəflərin uzun bir siyahısı artıq əldədir və sonra İndi ikinci mərhələ gəlir, silah seçimi. Yəni, haker tapdığı zəifliyə uyğun olaraq hansı hücum metodunu seçəcəyinə qərar verir. Ümumiyyətlə, iki əsas yol var. Birincisi, brute force. Bunu, qapını çiynənə vurub sındırmağa cəhd etmək kimi düşünün. Minlərlə fərqli açarı, yəni parolu yoxlayırsan, ta ki biri düz gələnə qədər. İkincisi isə SQL inyeksiyası. Bu, daha hiləgər bir metoddur. Bu sanki yan pəncərədən içəri sızmaq, sistemi aldadıb qapını özünün açmasını təmin etmək kimidir. Brute force nədir? Adı üstündə qaba güc. Təsəvvür edin, bir robot var və onun əlində milyonlarla ən çox istifadə olunan parolun siyahısı var. Bu robot giriş səhifəsinə gəlir və saniyədə yüzlərlə, minlərlə parolu yoxlamağa başlayır. Dayanmadan və təbii ki 1, 2, 3, 4, 5, 6 və ya password 123 kimi parollar var ha, bax onlar bu siyahının lap əvvəlində olur və ilk qurbanlar da onlar olur. Bəs hakerlər bu brute force hücumu üçün uyğun hədəfləri necə tapırlar? Əlbəttə ki, yenə də Google Dorking köməyə gəlir. Məsələn, bax bu axtarışlar. Bunlar birbaşa standart, yenicə qurulmuş WordPress saytlarına hədəf alır. Niyə? Çünki çox vaxt insanlar saytı qurub ilkin zəif parolları dəyişməyi unudurlar. İndi isə keçək o hiləgər metoda. SQL inyeksiyası. Bu biraz texniki səslənə bilər, amma məntiqi çox sadədir. Təsəvvür edin ki, saytın axtarış qutusuna normal bir söz əvəzinə xüsusi bir kod yazırsınız. Və bu kod pərdə arxasında işləyən verilənlər bazasını aldadır. Sanki bazaya deyir ki, hey, qaydaları poz və mənə bütün istifadəçi adları ilə parolları ver. Bəzən sayt birbaşa bir səhv mesajı göstərmir. Bəs onda necə? Hakerlər Coarse SQL inyeksiyası deyilən bir metoddan istifadə edirlər. Bu bir növ isti-soyuq oyununa bənzəyir. Onlar sayta bir bərabərdir bir kimi doğru bir sorğu göndərirlər, səhifə normal açılır. Sonra isə bir bərabərdir 0 kimi yanlış bir sorğu göndərirlər. Əgər səhifə bu dəfə fərqli reaksiya verirsə, ya xəta göstərir, ya da fərqli yüklənir, bu haker üçün bingo deməkdir.
Yəni, sayt onların əmrlərinə qulaq asır və zəifdir. İndi düşünə bilərsiniz ki, bütün bu proses yəqin ki, çox vaxt aparır. Əsla, heç kim bu işləri əllə bir görmür. Üçüncü mərhələyə, yəni icraya gəldikdə, hər şey tamamilə avtomatlaşdırılır. Çünki burada sürət hər şeydir. Tanış olun, bu Havish kimi proqramlardan biridir. Bax, bu tip alətlər mürəkkəb SQL inyeksiyası hücumlarını demək olar ki, uşaq oyuncağına çevirir. Bütün o texniki addımları, mürəkkəb kodları unudun. Bu proqramlar hər şeyi bir neçə kliklə həll edir. Yəni, artıq güclü bir hücum etmək üçün dərin proqramlaşdırma biliyinə ehtiyac qalmır. Baxın, proses necə də sadədir. Hacker Google Dorking ilə tapdığı o zəif linki götürüb proqramın target, yəni hədəf xanasına yapışdırır və sadəcə bir düyməni basır, analyze. Vəssalam, bir neçə saniyəyə proqram aşağıdakı jurnalda nəticəni göstərir, saytın zəifliyini təsdiqləyir və hətta verilənlər bazasının adını belə tapıb çıxarır. Növbəti kliklə alət bütün verilənlər bazasının, yəni saytın beyninin tam bir xəritəsini çıxarır. Soldakı siyahıya bir baxın, bütün məlumat cədvəlləri buradadır və hakerin gözü birbaşa nəyi axtarır? Əlbəttə ki, admin pass və admin username kimi qiymətli məlumatların saxlandığı xəzinə sandıqlarını. Və son zərbə. Haker istədiyi cədvəlləri seçir, Get Data düyməsini basır və budur. Sağ tərəfdəki pəncərədə istifadəçi adları və şifrələnmiş parollar hamısı çöldədir. Bütün bu proses bəlkə də cəmi bir neçə dəqiqə çəkdi. Saytın bütün sirləri artıq hakerin əlindədir. Yaxşı, bütün bu qorxulu metodları gördük. İndi yəqin deyirsiniz ki, bunu mənə niyə göstərirsən? Ən vacib hissəyə indi gəlirik. Bütün bunları bilmək sizi və məni əslində necə daha təhlükəsiz edə bilər. İndi hücumdan müdafiəyə keçirik. Çünki artıq onların oyun kitabını bilirsiniz. İndi sizin üçün məsələ sadəcə güclü parol istifadə et deyil, məsələ brute force hücumunun necə çətinləşdirim olur. Artıq saytım təhlükəsiz olsun demirsiniz, görəsən axtarış qutum SQL inyeksiyasına qarşı qorunur bu, deyə düşünürsünüz. Bax, düşmənin necə düşündüyünü bilmək ən böyük müdafiənin özüdür. Gəlin öyrəndiklərimizi konkretləşdirək. 1. Sadə və məşhur parollar brute force robotları üçün açıq bir dəvətnamədir. 2. Bir saytda mətin yaza bildiyiniz hər bir qutu, axtarışxanası, adınızı yazdığınız yer, hamısı SQL injeksiyası üçün potensial bir arxa qapıdır. 3. Unutmayın, bu hücumlar çox sürətlidir, çünki avtomatlaşdırılıb. Və 4. Ən vacibi, artıq məlumatlısınız. Siz artıq onları oyununu bilirsiniz və bu sizin ən böyük silahınızdır. Hakerin oyun kitabını artıq bilirsiniz. Bu, döyüşün yarısıdır və bu sizi daha güclü edir. İndi sizə tək bir sual qalıb. Sizin rəqəmsal evinizin qapıları və pəncərələri bu kitabdakı taktikalara qarşı nə dərəcədə möhkəmdir?